Bismillahirrahmanirrahim. Növbəti dərs Əl-Həşru. Əl-Həşru nə deməkdir? Həşr, yəni toplanmaq, cəm olmaq, həşr olmaq. Əvvəl mən tənşəqqu anhul ard. Qalə Rasulü sallallahu aleyhi və səlləm ənə seyyidu vələdu Ədəm. Birinci məsələ, ilk qəbri açılan kəs. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur, mən Adəmin seyyid övladıyam. Qiyamət günü ilk qəbri açılan mənəm. Hədis Ravah İmam Muslim səhih hədisdir. Yaxşı. Heyətin nəs fil həşr. İnsanlar həşr günü hansı halda olacaqlar? Ən-nəsu fil həşri kulluhum kəmə qalən Nəbiyyə sallallahu aleyhi və səlləmə hufatun, ıratun, hurla. İnsanlar, necə Allah Rasulü sallallahu aleyhi və səlləm öz hədisində qeyd etdiyi kimi bu şəkildə olacaqlar. Hufatun, ıratun, hurla. Hufatun nə deməkdir? Ayaqyalın. Uratun, şılpaq, lüt, paltarsız. Hurlə, yəni sünnət olunmadan. Necə dünyada yaratılmışlar, ana bətindən çıxmışlar, eləcə o şəkildə də olacaqlar. Thumma qara'a kəmə bədə'nə əvvələ xalqin nu'iduh. Va'dən aleynə innə künnə fa'ilin. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm Əl-Ənbiyə surəsinin 104 nömrəli ayətini oxudu. Necə əvvəldən yaratmışdıqsa, eləcə də sizi qaytaracaq. Şübhəsiz ki, biz bunu edəcəyik. Əvvəl insan necə yaratılır? Ana bətnində çıxanda sünnət olmamış şəkildə olur, düzdürmü? Sonra istər zəkəran əv unsə, erkək və qadın cinsindən olmasına asla olmayaraq insanları nenirlər? Xitan edirlər, sünnət edirlər, kəstirirlər. Allah Teala qiyamət günü insanları həşr edəndə xitansız həşr edəcək. Necə ana bətnində onları yaratmışdır, necə onlar dünyaya gəlmişdilər. Bu hədisdə çoxlu faydalar var. Və əvvəlü mən yüksə yevməl qiyaməti İbrahim. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü ilk paltarı geyindirilən də İbrahim aleyhissalatü vesselamdır. Deməli, qiyamət günü təsəvvür edən insanlar ayaqyalın, çılpaq və sünnət olmayan bir şəkildə gələcəklər və ilk qiyamət günü paltarı geyindirilən İbrahim aleyhissalam olacaq. Qəbri ilk açılansa aleyhissalatu vesselam Həzrəti Muhammed sallallahu aleyhi ve sellem. Yaxşı, insanların lütf olması, onlar bir-birinə baxmağı və s. Həcələt, həyəcən, bunlar heç biri yaşamayacaq. Necə ki, Ayşə anamız radiyallahu anhə və ardaha Allah Resulü sallallahu aleyhi ve sellemdən insanlar bir-birinə baxacaq haqqında soruşanda qiyamət günü dedi ki, ey Ayşə, onlar o halda olmayacaqlar. Sizə bir misal gətireyim. Bu zəlzələ hadisəsi oldu Azərbaycanda. Yazı gəlir. Kim necə heyətdə idisə, şəkildə idisə, elə şəkildə də həyətə çölə çıxdı. Və heç kimi heç nə maraqlandırmırdı. Və heç ayıb sayılmırdı kimsə alt paltayla çıxmışdısa. Bu ayıb sayılmaya başladı ha vaxt, həyəcən və dəhşət çəkiləndən sonra. Ancaq həmin andakı insanlar qışqıra-qışqıra bayıra çıxırdılar, qaçırdılar. Binanın təpələrinə düşmə qorxusundan, həyəcanından insanlar bir-birinə baxmırdılar. Eləcə də qiyamət günü, baxma insanlar hamısı çılpaqdır və bu qəti onları əziyyət etməyəcək, qəti onlara heç bir problem çıxartmayacaq. Yəni təsəvvür edin qiyamətin şiddəti, dəhşəti, vəhşəti, fəzəl akbar Allah təala Quran-Kərimdə onu böyük bir vəhşət günü, böyük bir dəhşət, qorxu günü. O gün insanlar, yəni, onlar o halda olmayacaqlar ki, kimsə əvraqına baxsın, kimsə şəhvət hissi keçirsin. Qabaqda yanmaq söhbəti var. Kül olub bədənin hər dəfə yanaraqdan dərinin dəri ilə əvəz olunma qorxusu var, aqibət var, hesab var. Bilmirsən, axirə nə ilə qutaracaq? İnsanlar heç o halda ola bilərlərmi? Yaxşı, və qad vərədə fin-nusus zikr əhvalil məxsusa li ba'dil xalq. Təmin dərik. Deyir, nususda, ümumi nusus söz nə deməkdir? Nusus, yəni Quran və sünnə və dəlil getirilərək istifadə olunan hər bir şey, nusus adlandırılır. Nusus deyir, bizdə nususda deyir artıq nədir? İnsanların, məxluqatların, insanların və məxluqatların fikir verin, müxtəlif heyətdə həşr olması haqqında nədir? Xəbərlər var. Nusus nə deməkdir burada? Quran və sünnə. Çünki bu vəhiy məsələsidirsə, artıq burada Quran və sünnə nususadır. Misal üçün, əl-kuffar fəinnəhum kəmə qalə Allah Teala və nəhşuruhum yevməl qiyaməti alə vücuhihim ummiyən və bukmən və summa. Allah-u Teala İsra surəsinin 97-ci ayətində kafirlər haqqında belə deyir və qiyamət günü biz onları kar və lal bir şəkildə həşr edərək, yəni hesaba çəkmək üçün elə bir şəkildə huzurumuza gətirərək. Və qad istəşkələ əhədus sahabətu zəlik fə'an Ənəsin İbni Məlikin radiyallahu anhu ənə rəculən qal. Artıq bu məsələ sahabələrdən bəzilərinə bir müşkülə səbəb etmişdi, bir müşkilə meydana getirmişdi və ona görə
Ənəs ibn Malik, Allah ondan razı olsun, bir nəfər kişinin, yəni sahabənin Allah Resulü sallallahu aleyhi və səlləm yanına gəlib belə soruşduğunu gördü. Və rəvayət edir ki, Ənə rəculən qal, Ya Nəbiyyəllah, keyfə yuhşərul kuffar alə vəcihi yevməl qiyamə. Həmin bu kişi Allah Resulü sallallahu aleyhi və səlləmdən belə soruşur. Ey Allahın nəbisi, elçisi, insanlar qiyamət günü necə üzü üzərində, yəni sifəti üzərində, sifət yəni burun, alın, sifət, üzü üzərində necə haşr ola bilərlər? Yəni siz təsəvvür edirsiniz, insan üzü üzərində haşr olur. Yəni qiyamət günü gəzən ayaqlar yox, məhz üzüdür. Bu kafirlərin Quran-Kərimdə vəsfidir. Cavab nə oldu? Allah Resulü sallallahu aleyhi və səlləm Ənəs ibn Məlikin bu hədisində həmin kişiyə belə cavab verir. Ələysəl-ləzi əmşəhu alə ricleyni fid-dünya qadiran alə ən yuməşşihi alə vəcihi yevməl qiyamə. Dünyada ikən, sifəti dünyada ikən, ayaqları üzərində gəzmə qüdrətini ona verən Allah məyər qiyamət günü sifəti üzərində gəzmə qüdrəti ona verə bilməzmi? Elə Allah Resulü s.ə.v ona bir sual qoyur. Təbii ki, Allah Teala'dır nitq verən. Allah Teala ət parçasına nitq verdi. Həmin bu ət parçasına dil deyirlər və dil danışır günləri, düzdürmü? Halbuki çox ət parçaları var, danışmır, düzdürmü? Allah Teala gəzmə qabiliyyəti verdi. Kiməsə əllərinə, kiməsə ayaqlarına, misal üçün heyvanlarda, bəzilərində quşlarda, düzdürmü? Kimsə də qarnın üzərində gəzir, sürünənlər dəstəsi kimi qarnın üzərində gəzir. Kimsə də 40 ayağın üzərində, kimsə də yüzlərlə kiçik-kiçik qıl şəklində olan ayaqlar üzərində gəzir. Allah Teala da gəzdirən, gəzmə qabiliyyətini verən ondur. Və Subhanahu Teala qiyamət günü kafirləri, necə bu İsra surəsinin bu ayətində bəs olduğu kimi həşr edəcəklər. Onlar qiyamət günü aqibət olaraq Allaha olan küfrlərinə görə sifəti üzərində haşr olunacaqlar və yəni üzü üzərində gəzəcəklər, Allah qorusun. Yəni gəzər nədir? Sifətdir. Alın, sifət, burun, göz. Bu da əzabın üzərinə əzabdır, ateşə girməmişdən qabaq. Hədisin davamı, qalə qatadətu bələ və izzəti Rabbinə. Qatada deyir ki, bəli, belə olacaq, and olsun Rəbbimizə, onun izzətinə, Rəbbimizə and olsun deyə İmam Buxarinin hədisidir. Deməli, 4-cü mücəlləd 1784 nömrəli hədis, həmçinin 4482 nömrəli hədisdə İmam Buxarinin hədisidir. Ənəs ibn Malikin bir nəfər kişinin Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlib sual verməsi və cavab alması hədisi. Yaxşı. İşkal. Keyfə yəsmə'ul kuffara həsisən nəri və zəfinihə və yükəllimunə malikən xazinəti nar və yətəxafatuna beynəhum və yəl'anu ba'dun ba'da kəmə zəkər Allah Teala عنهم في آيات كثيرة مع أن الله يحشرهم عميا وبكما وصما. Yaxşı, burada bir dənə məsələ var. Burada bir dənə müşkilə var, bir problem var. Onu çözək. Necə kafirlər cəhənnəmin həsis, yəni onun qorxulu o səsini, onun qorxulu səsini eşidəcəklər. Necə onlar cəhənnəmin xazini olan Məlik adında mələki dindirəcəklər. Necə onlar bir-birlərlə höcətləşəcəklər, bir-birlərini lənətləyəcəklər. O halda ki, Quran-Kərimdə onlar kar, kör və lal şəkildə həşr olması haqqında vəsl oldular. Yəni, bu məsələ necə çözək? Əl-cavab, ən nəqul, innəl qiyamətə leysə mövqifən vahidən. Şeyx Salih Zindi nə deyir? Həfizəhullah, cavab odur ki, qiyamət günü bir lövhədən ibarət deyil. Bir neçə hallardan, bir neçə heyətlərdən ibarətdir. Yəni, orada bəzi şeylər baş verəcək. Əvvəlcə bu, sonra başqası, sonra digəri belə bir şəkildə haldan hala insanlar düşəcəklər. Və innəmə hiyyə müvaqif mütəəddidə. فموقف الحشر غير موقف المرور على صراط. Və deyir ki, bu müxtəlif, yəni bir-birinə bənzəməyən nədir? Hallardır, ardıcıllıq olaraq bir-birini əvəz edən hallardır. Necə ki, qiyamət günü Allah-u Teala'nın qabağında durub hesab vermək, sıratın üzərində, cəhənnəmin üzərində keçməklə oxşamayan, bir-birinə oxşamayan müxtəlif şeylərdir. Və hamısı haşr meydanında baş verir. Yəni, haşr gününü baş verir. فموقف المرور على الصراط غير موقف nar və həmçinin atəşin yanında durub hesaba çəkilmək, sıratın üzərində durub və yolun üzərində keçmək kimi bir-birlərinə fərqlənən şeylərdir bunlar. Və qad ixtələfə əhlül ilmi fi əyyil müvaqif yəkun ummiyən və bukmən və summə. Ona görə elm əhli hansı halda insanlar, yəni kafirlər, kar, kör və lal olacaqlar deyə bu haqda ixtilaf eləmişlər. Və zəkərə Şeyx Muhammed el-Əmin Şinqiti أقوال العلماء ورجح أنهم في أول حشر. Ona görə Şeyx Muhammed Əmin Şinqiti rahimehullah ola bilsin ki, Adva el-Bəyan kitabında, öz təfsir kitabında uləmaların rəylərini gətirir və orada rəyləri gətirəndən sonra racih tərcih edir məsələni və tərcih olaraq seçilmiş, yəni söz olaraq hansı sözü seçir? Onlar kafirlər dirilən kimi
cəza olaraq, onların sifətində aqibət əlaməti olaraq kar, kör və lal kimi diriləcəklər. Sonra onlara eşidilmə, görmə və nitq qabiliyyəti veriləcək ki, onlara nədir? Hesaba çəkmək üçün. Belə bir məsələyə, belə bir qənaətə gəliblər. ثُمَّ تَرُدُّ إِلَيْهِمْ حَوَاسَهُمْ Yaxşı. Əl-mütəkəbbirun. İkinci sinif insanlar var burada. Onlar haqqında Quran və sünnətdə görüşlər. Əl-mütəkəbbirun. Kimlərdir bunlar? Təkəbbürlü olanlar, özünü dartanlar, özlərindən razı qalanlar. Bizim dildə desək, xod gedənlər. Fəqat qalə Nəbiyyu sallallahu aleyhi və səlləm yuhşərul mütəkəbbirun yevməl qiyaməti əmsəl-zər. Allah Resulü sallallahu aleyhi və səlləm artıq bizə xəbər verdi ki, mütəkəbbirunlar, özünü dartanlar, özünə razı olanlar, insanları bəyənməyənlər, insanları heyvan kimi görüb özlərini yuxarıdan görən insanlar, yəni mütəkəbbirunların sözünü şərh edən. Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Onlar zər kimi, yəni balaca bir şey kimi həşr olacaqlar. Zər ola bilsin ki, toz dənəsidir, doğrusunu Allah bilir. Yəni o qədər kiçik bir şəkildə həşr olacaqlar. Fi surati rical. Baxma o qədər kiçik olsalar da elə öz heyətlərində, kişi heyətində həşr olacaqlar. Təsəvvürlə insanlar hamısı öz yerində, öz həcmində. Bunlar yer üzərində özlərini dartıb yuxarıdan getdiklərinə görə ən aşağıların aşağısına indiriləcəklər. Yəni zər, toz dənəsi boyda kişi olaraq yaratılacaqlar. Allah qorusun. Yağşahumuzzillu min kulli makanin fesquna ila sijni fi cehennəm yusamma bulis. Və deyir ki, onları hər tərəfdən zəlalət, onları hər tərəfdən rəzillik əhatə edəcəklər. Onlar zəlil və rəzil olacaqlar və onları Bulis adında cəhənnəmdəki bir həbsə doğru sürükləyəcəklər. Bu hədisdəki, elhamdülillah, İmam Ət-Tirmizinin 561 səhifəli sünənində gəlib. Hədisin rəqəmi 2492-dir. Həmçinin Müsnəd İmam Əhməddə 2-ci mücəlləd 179-cu səhifənin 6677 rəqəmli hədisində gəlib və həssənəhu əl-İmam-ı Tirmizi. İmam Ət-Tirmizi Əbu İsa rahimehullah hədisi həsən görür. Amma Şeyx Əlbani rahimehullah nədir? Bu hədisi elhamdülillah öz cəmiyyəsində rəvayət eləmişdir. Hədis həsəndir elhamdülillah. Hədis doğru hədisdir. Mən yəsəlun nəsu təkəthüran. Yaxşı, başqa bir heyətdə həşr olan insanlar haqqında da bizdə kitab və sünnə dəlillər var. İnsanların malını tamahkarlıqcasına dilənənlərin aqibəti. Yəni dilənir, işi gücü pul yığmaqdır. Bu insan saat 8-dən çıxır, saat 8-də evə qayıdır, işləmək üçün yox. Cəmaatın işlədiyini, yığdığını yığmaq üçün dilənir. İstəyir Allahın adından dilənsin, istəyir kimin adından olursa olsun. Dilənmək haramdır hədisə görə. Nə gəlib orada? Fəfis sahiheyni min hadisi Abdillah ibn Amr əv Abdillah ibn Umar رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال ما يزال الرجل يسأل الناس حتى يأتي يوم القيامة ليس في وجهه مزعة اللحم. İmam Buxari və Müslimin rivayət elədiyi bu səhih hədisdə Abdullah ibn Umar Allah Resulü sallallahu aleyhi və səlləmdən bizə belə çatdırır ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu. O kəsə qalanda ki, insanlardan dilənir, ta o vaxta kimi dilənəcək ki, qiyamət günü gələndə üzündə bir tikə də olsun ət parçası olmayacaq. Hədisin təqribi mənasını tərcümə edirəm. Hədis daha gözəldir. Mə yəzəlu rəcul yəsəlin nəsə həttə yəti yevməl qiyamə leysə fi vəcihi muz'atun ləhəm. Üzündə nədir? Ət parçası olmayacaq. Allah qorusun. Təsəvvürün qiyamət günü əgər siz ətsiz, sümük olan bir üzlü insanlar görsəz, bilin ki, bu dünyadaykən dilənənlər idi. Bu da dilənməyin pis aqibəti və insanların malını topa yığmaq hərisliyinin aqibəti. Hədis səhihdir, elhamdülillah. Amma əhlül iman fə innəhum yuhşərunə fi qayətil ikram. Yaxşı, iman əhli necə həşr olunacaq? Kitab və sünnəyə nəzər salsaq, görərək ki, ən gözəl bir şəkildə ikram olmuş, səxavətlərin ən səxavətlisi tərəfindən gözəl bir şəkildə endirilmiş bir şəkildə onlar nədir? Qiyamət günü həşr olacaqlar. Yevmə nəhşurul muttəqinə ilər-Rahmani vəfdə. Fikir verən Allah təala nə deyir? Qiyamət günü biz müttəqiləri, yəni Allahdan qorxanları Rəhmənin huzuruna, demədi Allahın huzuruna, dedi Rəhmənin huzuruna. Fikir verin, Rəhmənin huzuruna vəfdə bir şəkildə həşr edərək. Vəfdə nə deməkdir? Ey mukramin, yəni ikram olunmuş, onlara səxavət və nədir? Xoşluq göstərilməklə həşr edərik. Fikir verin, yevmə nəhşurul muttəqinə. O gün biz Allahdan qorxanları kimin yanına həşr edərik? Rəhmənin, demədi Cəbbarın, demədi Zün intiqamın, hə? Rəhmən. Münasib bir adın seçilməsi də ayətdə elə belə deyildi. Onlar
Rəhmən tərəfindən rəhmət gözləndiyinə görə ən gözəl bir şəkildə həşr olacaqlar. Və qad caa fi vasfi ahval məxsusa li ba'd minha. Onlar haqqında onları vəsf edən bir çox keyfiyyətlər gəlib. İndi bunlara baxaq. Əhlül vudu, dəstəmaz alanların heyəti. Necə bir şəkildə həşr olacaqlar? Fəfis sahihayn ennən nəbiyyə sallallahu aleyhi və səlləmə qal: İnnə ümməti yud'auna yevməl qiyaməti ğurran muhaccəlin min āthāril vudu. Fəmən istata'a minkum ən yutilə hurrətəhu fəliyəfəl. Dəstəmaz alanlara gələndə isə Allah Rasulü sallallahu aleyhi ve sellem İmam Buxari və Müslimin səhih hədisində onları belə vəsf edir. İmam Buxari çıxardı bu hədisi. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur: Həqiqətən ümmətim qiyamət günü çağırılacaqlar. Necə bir şəkildə? Hurrəl muhaccəlin şəkildə. Hurrəl muhaccəlin nə deməkdir? Onu sizə vəsf edəcəm. Onlar Hurrəl muhaccəlin şəkildə çağırılacaqlar və bu onların nədir? Dəstəmaz izləridir. Hurrəl muhaccəlin nə deməkdir, qardaşlar? Hurrəl muhaccəlin at ilxımıdır, dəstə, yeki bir at dəstəsidir. İçində zil qara, tünd qəhvəyi, tünd qırmızı gözəl atlar var. Onların alnında ağappaq parıldayan ləkələr var. Bu atın gözəlliyinə gözəllik verər. Təsəvvürlə qıpqırmızı at, qəhvəyi rəngdə. Ya tünd qara at və alnında ağappaq ləkə, gözəllik, ayaqları ağappaq. Görünüz bir atlar. Bu atlara deyirlər Hurrəl muhaccəlin. Ərəblər buna Hurrəl muhaccəlin deyirlər. Bu atlar 1000 dənə atın içində də olsa seçilirlər. Özünə xas gözəlliyi ilə. Düzdürmü? Gecə qaranlıq çöksə də atların içərisində məhz o atlar seçilirlər. Nə ilə? Tünd, gözəl rəngli bədənlərində ağ izlərdən. İzlər alnında və ayaqlarında olur. Ümmət-i Muhammed sallallahu aleyhi ve sellem dəstəmaz alanlar, təbii ki, əgər bu gözəl aqibəti qarşılamaq istəyirsənsə namaz qıl. Namaz qılmasan vay sən halına. Nətər Hurrəl muhaccəlin ola bilərsən, sənin dəstəmazın yoxdur. Ona görə bu heyəti qazanmaq üçün namaz qıl, Allahdan qorx və qiyamət günü çağırılanlar sırasında ol və Allah Rasulü sallallahu aleyhi ve sellem nə deyir? Həqiqətən ümmətin qiyamət günü Hurrəl muhaccəlin, yəni sifətlərində və əllərində, qollarında, ayaqlarında ağ işıq olan bir şəkildə həşr olunacaqlar. Min āthāril vudu. Nəyin işıqdır bu? Dəstəmazın izləridir bu. Fəmən istata'a minkum ən yutilə hurrətəhu fəliyəfəl. Sizdən kim öz hurrasını, yəni bu bəyaz yerini, işığını daha çox uzun olmasını istəyirsə, qoy eləsin. Hədis İmam Buxarinin hədisi, 1-ci kitab, 63-cü səhifə, 136 rəqəmli hədis, həmçə İmam Müslimin hədisidir, hədis səhihdir. İmam Müslim bunu 1-ci mücəllət, Şərh Nəvavi 216 səhifəli və 246 nömrəli hədislərə batırmışdır. Hədis səhihdir. Buna görə bu hədis Əbu Hüreyrədə bir, yəni həyatında bir dəyişikliyin səbəbinə olmuşdu. Əbu Hüreyrə dəstəmazı gizli alardı. Heç kim onun dəstəmaz almasını görməzdi adətən. Və dəstəmazı qalxıb evin tavanına alardı. Və istəməzdi ki, kimsə onun dəstəmaz almasını görsün. Günlər bir günün sahabələrdən bir nəfər onu yenir, çağırır və Əbu Hüreyrə onu eşitmir və qalxır onun tavanına və görür ki, Əbu Hüreyrə dəstəmaz alanda dəstəmazını qollarını yuyanda düz qoltuğun altına kimi suyu çəkir. Əbu Hüreyrə onu görəndə çox qəzəblənir. Çünki istəmirdi ki, kimsə onun dəstəmazını bu şəkildə almasını görə. Çünki bu şəkildə dəstəmaz almaq nədir? Sünnətə uyğun deyil. Sünnətə uyğun nədir? Dəstəmazı mirfaqı ilə kimi alırsan. Yəni dəstəmaz izlərini biraz ötsə bəsdir. Ancaq Əbu Hüreyrə nə edirdi? Düz qoltuğun altına kimi dilənə görə ta bazı sümünü çatan yerinə kimi dəstəmaz alırdı. Və dedi ki, bunu eləməyin. Əbu Hüreyrə dedi ki, bunu eləməyin. Və sən niyə edirsən Əbu Hüreyrə? Və Allah Rasulü sallallahu aleyhi ve sellemin bu hədisini danışdı. Fəmən istata'a minkum ən yutilə hurrətəhu fəliyəfəl. Sizdən kim bacarsa öz hurrasını artırsın, yəni o işıq yerini artırsın, qoy eləsin. Neyse mevzudan çıxdıq. Əş-şahid fəfis sahihayn min hadisi Əbi Hüreyrə radiyallahu anhu enne Nebiyyə sallallahu aleyhi ve sellem qal: "Vəllezî nəfsi biyedihi la yukellemu ahadun fi sabilillahi. Vallahu a'lem bimen yukellemu fi sabilihi illa ca'a yevmel qiyameti ve levnud demi ve rihul misk." Yaxşı. Başqa bir misal, qiyamət günü şəhidlərin həşri necə olacaq? Onların da həşri daha afisəl bir şəkildə olacaq, daha başqa bir şəkildə olacaq. Necə ki İmam Buxari və Müslim rivayet elədiyi bu hədisdə, səhihində gələn bu hədisdə, Allah yolunda hər kəs ki öldürülübsə Allah üçün, şübhəsiz ki Allah bilir ki Allah yolunda öldürülən kimdir? Məhəmmədin nəfsi əlində olana and olsun ki qiyamət günü gələcək. Qanı qan rəngində, iyi isə misk iyi. İmam hədisi İmam Buxari və Müslim rivayet eləmişdi. Həl-dəvabu tuhşaru, yaxşı məsələ. Heyvanlar həşr olunacaqlarmı? Onlar qiyamət günü o dəhşətli gündə meydana gətiriləcəklərmi? As-sahih ennəd-dəvabə tuhşaru və dəlilu zəlik ədilləh minhə.
səhih odur ki, qiyamət günü heyvanlar da həşr olacaqlar və buna görə çoxlu dəlillər var. Hardan? Nususdan. Nusus nə deməkdir? Kitab və sünnə və bir də dəlil getirilərək hər hansı bir şey. Qavlullahu Teala وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ. Hər bir heyvan yoxdur ki, yer üzərində gəzən və yaxud göydə qanat çalan hər bir quş yoxdur ki, sizdən öncə bir ümmət olmasın. مَا فَرَّقْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ. Biz bu kitabda heç bir şey tərk etməmişik. ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ. Sonra onlar öz Rəbbilərinə həşr olacaqlar. Şahid burada nədir? Dəlil nədir burada? ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ. Heyvanların adı zikr olandan sonra, qanat çalan, göydə uçan quşların adı zikr olandan sonra onların və bütün insanların da həşr olmasının eyni ayətin içində qeyd olması dəlildir ki, ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ. Sonra onlar öz Rəbbilərinə həşr olacaqlar. Ənam surəsi 38-ci ayət. Qala Allah Teala وَإِذَا الْوُحُوشُ حُشِرَتْ. Vəhşi heyvanlar həşr olunduğu zaman. Təkvir surəsinin 5-ci ayəti. Və fil hadis hatta yuqadu liş-şatil cəlhə min şatil qarna. Həmçinin İmam Müslim rivayet elədiyi bu hədisdə, Əbu Hüreyrənin hədisində Allah Resulü sallallahu əleyhi və səlləm nə deyir? Buynuzsuz heyvanın buynuzlu heyvandan qisası alınan gün, yəni o gün iki qoşun da arasında nədir? Hakimiyyət qurulacaq, Cəllə Cəlal tərəfindən ədalət məhkəməsi qurulacaq. Buynuzsuz heyvanın, buynuzlu heyvan tərəfindən vurub öldürülməsinə görə Allah Teala onları yenəcək, bir-birlərinə haqqlarını qaytaracaq. Sonra da ikisi də nə olacaq? Torpaq olub töküləcəklər. Subhanallah. Onlar həşr olacaqlar. Və indəl hakim fi hadis əşrat-i-sə'a və narun təxrucu min qari adin təsuq ən-nasi iləl-məhşəri təxşuru zərrə və nəməl. Çox qərib hədisdir. Bu hədisdəki mustadrak səhiheyndə həmçinin rivayət olmuşdu. Qal İmam Hakim, hədə hadis səhih isnad. Baxma ki, səhiheyndə gəlsə də adı əslində bu İmam Hakimin mustadrakında gələn hədisdir və İmam Hakim bu hədisi səhih görür. Və İmam Buxari Müslim bu hədisi əslində çıxartmayıb. Hədis nədir? Səhih hədisdən gəlib, atəş çıxaracaq qiyamət günü və bu atəş qiyamətin əlamətlərindən biridir. O atəş insanları və heyvanları həşr edəcək. Həşr eləyəcək qarışqanı da nədir? Ən kiçik zər olan heyvanı da. Bu hədis dəlildir. Ard məhşər. Məhşər torpağı necə olacaq? Qala Allah Teala yevmə tübəddəlül ardu qayrəl ardi vəs-səməvatu və bərazu lillahil vahidil qahhar. O gün torpaq başqa bir torpaqla, göylər də başqa bir göylərlə əvəz olacaqlar və qahhar və tək olan Allahın üzünə çıxardılacaqlar. İbrahim surəsi 48-ci ayətdə Fəhəl ardu tübəddəlu bi ardın qeyri həzihilləti nəhnu aleyhəl-ən alə qavleyn indəl uləmə. Yaxşı, doğrudan da bizim yaşadığımız bu torpaq, ayağımızın altında olan bu torpaq başqa torpaq ilə əvəz olunacaq. Yəni bu torpağın cinsi başqa torpağın cinsi ilə əvəz olunacaq, yoxsa başqa torpaqların əvəz olacaq. Bu məsələ necə bir məsələdir? Uləma iki gövlə, iki görüşə bölünür. Əl-əvvəl ənəl-ləzi yubəddəlu huvə məalimil ardi fəqat kəl-cibali vəl-hədabi vəl-əvdiyə. Birinci görüş nədir? Dəyişilən nədir? Torpağın üzərindəki olan dəyişiklikdir. Dağlar kimi su vadiləri, çay axarları və başqa şeylər kimi. Yəni torpağın şəkli dəyişiləcək. Həşr meydanı başqa bir şəkildə olacaq. Bu bir görüşdür. İkinci görüş nədir? Ənəhə tübəddəlu bi ardin uxra. Zat-ı sifət uxra. İkinci görüş odur ki, yox, torpaq başqa bir torpaqla əvəz olacaq. Başqa bir keyfiyyətdə. Və hədə mə aleyhi zahir nas. Və baxma ki, nas, yəni dəlilin zahiri buna dəlalət edir. Çünki fikir verin, indi hədisdə gələcək ki, torpaq tamam başqa keyfiyyətdədir. Doğrusunu Allah bilir, iki görüşdən biri. Ola bilsin, bir dənə görüş var ki, ola bilsin ki, Allah Teala bizim yaşadığımız bu torpağı nə edəcək? Başqa bir şəklə salacaq. Çünki yevmə tuhaddisu əxbaraha bi ənə rabbəkə əvhələhə. O gün torpaq öz hekayəsini danışacaq. Çünki Rəbbi ona vəhy elətdiyinə görə. Bu ayətə görə də o torpaq ki, biz onun üzərində səcdə eləmişik, o səcdə yerləri necə xəbər verəcək və beləliklə o torpağın cinsindən başqa bir torpaq yaradılacaq və başqa torpaqla əvəz ediləcək. Belə görüşlər var. Uləmanın belə müxtəlif görüşləri var. Əmmə sifətlə ardil məhşəri fəqad cəə fi hədith-i sahihi ən Səhl ibn Sa'din ənə nəbiyyə sallallahu aleyhi ve sellem qal. Səhl ibn Sa'd tərəfindən rəvayət edilən bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem torpağın başqa bir sifətdə keyfiyyəti olması haqqında belə buyurur. Qalə yuhşərun nəsu yevməl qiyaməti alə ardın beyda. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü insanlar bəyaz bir torpağın üzərində həşr olunacaqlar. Ufra kəğarsatin nəqi. O torpaq nəyə bənzəyəcək? Ağ una bənzəyəcək. O un ki, ondan çörək hazırlayırlar. Yəni o qədər ağ olacaq.
Qala Səhl əv qeyruhu leysə fiyhə mualamu li əhəd. Və nədir? Səhl və başqası rivayət edir ki, elə bir torpaq olacaq ki, heç kim o torpaqda yolu tanımayıb tapa bilməyəcək. Deyə bilməyəcək ki, burada mən yaşamışam, burada filan vadi olub, burada filan dağ olub, burada filan ölkədə heç kim oranı tanıya bilməyəcək, tapa bilməyəcək. Yəni elə bir şəkildə torpaq gətiriləcək. Və yücmə'un nəsə kulluhum alə hədihil ard fəfi hədis. Və insanlar hamısı məhz bu torpağa həşr olunacaqlar. Həmçin Quran-ı Kərimdə gəlib ki, və əşraqatil ardu binur rabbihə. Allah Taala'nın işığı o gün o torpağı nə edəcək? İşıqlandıracaq. Və təsəvvürlə Allahın işığı, subhanallah. İşıqları yaratan Allah indi öz işığı ilə o torpağı işıqlandırır və torpağın da rəngi tərtəmiz, un kimi ağ. Necə olar mənzərə? Allah korusun, yəni insanlar da həşr olunur, hesaba cəhənnəmə tərəf ya da ki, hesabının çəkilməsinə tərəf sürüklənirlər. Hədisine gəlib, Yücmə'ullahu yevməl qiyamətil əvvəlinə vəl-əxirin. Allah Teala o gün əvvəldən axıra kimi dünyada olan bütün insanlar neyir? Topluyor. Fi sa'idin vahidin feyesma'unəd-da'i və infidunəl-basar. Onları Allah Teala sanki bir insanın qəlbi olan kimi hamısı neyir? Çağırır və onlar hamısı eşidirlər səsi və səsə tərəf gəlirlər və baxırlar. Ya subhanallah. Və keyfələ və qad dükkətil ard. Necə ki hüzün çökməsin onlara, necə ki onlar böyük bir hüznə qərq olmasınlar, o halda ki dağlar un kimi olmuşdu və yaxud da ki yun kimi soğurulmuşdu. وَنْفَرَتِ həmçinin göylər nə olmuşdu? Dağıldılmışdı, parın parça olmuşdu. وَكُوْرَتِ şəms günəşdən nə olmuşdu? Artıq yayılmışdı, yaxılmışdı və hər tərəfə səpələnmişdi. وَنُفْسِفَتِ الْجِبَالِ və dağlar da yun kimi olmuşdu. وَفُجِّرَتِ الْبِحَارِ və dənizlər də yanmışdı. وَجُرِّحَتِ الْأُمُورُ تَتَصَدَّعْ لَهَا الْقُلُوبِ. Yəni bu halda necə insanlar qorxmasınlar, necə onlar böyük bir dəhşətə, hüznə qərq olmasınlar, o günkü hər şey dəyişilir. وَيَفُرُ الْمَرْءُ بِسَبَبِهَا مِنْ أَقْرَبِ النَّاسِ إِلَيْهِ. Və bu səbəblə insan ən yaxın ona olan insanlardan qaçır. Necə qaçmasın? Qaçmağa var səbəb. Mən sənə öz sədəqəmdən hədiyyə verən deyiləm. Anam ol, atam ol, bibim ol, əmim ol. Qaçırlar insanlar bir-birindən. Bu günləri hədiyyə yoxdur. Bu günləri xəcalət. Hətta idə innəl kuffara təsli qulubəhum iləl hənəcir. Kafirlər necə vəsf olunur qiyamət günü? Qiyamət günü kafirlərin qəlbi sanki xirtdəyinə çatır. Bu xirtdəyinə çatma məsələsi mən sizə bir şey deyim. Misal üçün, çox hündür bir dağa qalxsaz, görəcəksiniz ki, nədir? Ürək o qədər şiddətli döyünür ki, sanki nədir? Ürək xirtdəkdədir, boğazdadır. Və yaxud da ki, insan şiddətli qorxu keçirəndə, həyəcan keçirəndə az qala ürək partlasın. Döyünmə qabiliyyəti o qədər şiddətli olur ki, sanki insanın ürəyi xirtdəyin içindədir. Bu, bunun təbii ki, fəlsəfi bir yozumu. Ancaq doğrusunu Allah bilir. Ola bilsin ki, doğrudan da ürək nədir? Qopub, xirtdəyə tərəf gələcək o günün dəhşətindən. Quran-ı Kərimdə necə vəsf olunub? وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعٍ. O dəhşətli gün ilə ey Allahın elçisi onları qorxut. O gün ki, yəni kafirlərin qəlbləri xirtdəklərinə çatacaq. Ya subhanallah. وَأَفْئِدَتُهُمْ هَوَى. Və o gün onların qəlbləri havadır. Yəni, qəlbin yeri sanki boşdur. Bu ayətə görə subhanallah elə çıxır ki, ürək doğrudan da nədir? Qopub, xirtdəyə gələcək, dövməkdən, həyəcandan və ürəyin yeri boş qalacaq. Doğrusunu Allah bilir. Bu kafirlərin halı, Allah Teala bütün cəmi müsəlmanları, möminləri tövhid ilə öldürsün, tövhid əhli kimi namazlı, niyazlı inşallah həşr etsin və bizi bağışlasın. Və kədəlikə fə innəl kuffara təsvəddu vucuhahum. Həmçinin Quran-ı Kərimdə necə vəsf olunur kafirlər? Üzləri qapqar olacaq. وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذ۪ينَ كَذَّبُوا عَلَى اللّٰهِ وُجُوهُهُمْ مُسْوَدَّى. O gün, qiyamət günü. Dünyada ikən Allahın peyğəmbərlərini dananlar, yalan sayanların sifəti, Allahın ayətlərini yalan sayanların sifəti qapqar olacaq. بَلْ تَشِيبُ رُؤُسَ الْوِلْدَانِ كَمَا هُوَ مَعْلُومٌ. Həmçin Quran-ı Kərimdə Müzzəmmil surəsində bizə məlum olduğu kimi körpə uşaqların saçı belə ağ olacaq, bəmbəyaz olacaq şiddətli qorxudan. Siz bilirsiniz ki, isbat olunur ki, insan şiddətli stres keçirəndə, həddən artıq qorxu keçirəndə nə olur? Saçı ağappaq olur. Təbii ki, bu söhbət gedir, bunu dərk eləyən, qorxunu dərk eləyən, hiss eləyən və bu vəhşəti başa düşən insandan. O ki, qaldı, əqli hələm olmayan, heç nə dərk eləməyən, başa düşməyən körpə uşağın başının ağarması, gör, dəhşət nə dəhşətdir ki, körpə uşaq o gün saçı ağaracaq. Yəni artıq o əqli olması ona səbəb deyil, artıq o bu dəhşəti görəndə ki, göylər partlayır, çatlayır, günəş dağılır, yer titriyir,
Uşaq bunu görəndə artıq onu fitrəti ilə onu dərk edəcək ki, bu nəsə dəhşətli bir şeydir və uşağın saçı ağaracaq. Subhanallah. Bəl təşibu ruusel vildan. Nəinki böyük insanlar, hətta körpə uşaqların başı ağaracaq. Fil hadis tədni şəmsu yevməl qiyaməti min xalqi hatta takun minhum kəmiqdaril mil. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem bu mübarək hədisində bizə xəbər verir ki, o gün günəş yaxınlaşdırılacaq insanların təpəsi üzərində, başı üzərində yaxınlaşdırılacaq mil miqdarında. İndi görün bu mil nədir? Qalət Səlimu bin Amr fəvallahi mə ədri mə ya'ni bil mil. Bu ravi Səlim ibn Amr rahiməhullah deyir ki, bilmirəm mil nə nəzərdə tutulur burada. Əməsafətul arzi bizim tanıdığımız mil, yəni torpaq miqdarı, məsafə. Əm əl-milul-ləzi təqtəhilu bihil ayn. Yoxsa biz ərəblərin gözümüzə sürmə çəkdiyimiz mil nəzərdə tutulur. Yəni o miqdarda insanların başına yaxınlaşdırılacaq. Allah qorusun. Fəyəkun nəsu alə qadri ə'malihim fil araq. Və insanlar öz əməlləri ölçüsündə öz tərlərinə batacaqlar. Hər kəs elədiyi əməlinə görə tərində batacaq. Fəminhum mən yəkunu ilə kə'beyhi. Kimsə nədir? Günahların var və onun günahlarına görə topuqlarına kimi tərin içində olacaq. وَمِنْهُمْ مَنْ يَكُونُ إِلَى رُكْبَتَيْهِ. Kimisi günahları daha çoxdur, Allah qorusun, və dizlərinə kimi tərin içində batacaq. وَمِنْهُمْ مَنْ يَكُونُ إِلَى حُقُويَةِ وَمِنْهُمْ مَنْ يَلْجَمُهُ الْعَرَقُ إِلْجِمَاءً. Və kimsə onlardan sinəsinə, boğazına kimi və kimsə də öz tərinin içində nə olacaq? Boğulacaq, tərini içə-içə həşr olacaq. Sual çıxa bilər ki, bunlar hamısı bir-birinin yanındadır. Bunlar hamısı bir-birinin yanındadır və necə olacaq ki, bunun təri damağına çatır, bunun təri boğazına çatır, bunun təri onun başını örtür, onun tərisi ancaq nədir? Rukba, dizlərinə çatır. Bu Allah üçün çox hasandır, Allah buna qadirdir. Və iman etmək buna vacib olur. İmam Muslim bu hədisi rivayet etmişdi. وَأَنَّ الْمُؤْمِنُونَ فَلَا يَحْزُنُهُ الْفَزَعُ الْأَكْبَرُ. Möminlərə gələndə isə müjdələr olsun. Allah təala bizi möminlərinə eləsin, mömin kimi öldürsün, mömin kimi həşr eləsin. Onları fəzə'ül əkbar narahat eləməyəcək. Yaxşı, fəzə'ül əkbar nədir? Bayaqdan təkrarlayırsan. Fəzə'ül əkbar dəhşətli, vəhşətli, qorxulu bir gün. Qiyamətin adlarından biri nədir? Fəzə'ül əkbar. O tükürpədirici gün, o vəhşətli gün, o dəhşətli gün, o qorxunc bir gün. Akbar, ən böyük dəhşətli gün. Akbar sözü fəzə'ül əkbar. Kəmə qalə Teala La yəhzunuhumul fəzə'ul əkbar. Allah təala möminlər haqqında nə buyurur? Onları fəzə'ul əkbar narahat eləməyəcək. Kimləri? Möminləri. Onlar hüznə qərq olmayacaqlar. Fəzə'ul əkbar. Ən böyük fəzə' qorxu günündə. La simə əl-asnafulləti cəət fi sittəti ənəhə təstəzillu bi zilli arşi ar-Rahman subhanahu teala. O ki qaldı, o kəslər ki 7 nəfər Allah Taala'nın arşı altında o gün heç bir kölgənin olmadığı gündə kölgəsində kölgələnlərə gələndə isə onlar ən gözəl, ən xeyirli, ən ikram olmuş bir şəkildə haşr olacaqlar. O da ki başqa hədis. İnşallah təzə mövzumuz əş-şəfa'a. Əhl-i sünnə vəl cəmaatın şəfaət mövzusu, ona iman etməsi və bu haqda dəlillər və sübutlar. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.